Bala, hardasan? Nəsə yaxşı görmür. Bu eynəklərdən canım qurtarsaydı, gah tərləyir, gah nə bilim, ləkələnir, isti havadan, soyuq havadan isti yerə girən kimi, ümumiyyətlə və heç nə görmürsən, dumanlanır. Canım qurtarsaydı yaxşı olardı. Görək həkimimiz nə deyəcək. Uzman doktor Şahin Novruzlu, Avrasiya Hospital, cərrah oftalmoloqdur qonağımız. Doktor, xoş gəlmişsiniz, gəlin. Necəsiz? Salam, sağ olun, necəsiz? Təşəkkür edirəm. Eynəklər gözəldir əslində, çərçivəsi, amma diskomfortdur. Bəli. Və hər kəs bu eynəklərdən azad olmaq istəyir. O ki, yuxudan oyanırsan, saatın əqrəblərini görmək üçün birinci o eynəyi axtarırsan ki, taxım görüm saat neçədir, işə gecikmişəm, yoxsa yox. Bəli, yüksək nömrə ehtiyacı olan insanlarda dediyiniz şikayətlər daha aktualdır. Və hansı bugün müasir oftalmologiya, refraktiv cərrahiyyədə çox irəlidədir, Bəli. çox gözəl nəticələr var. Və əməliyyatdan demək olar ki, bir gün sonra insanlar normal həyatına qayıda bilir. Qayıda bilirlər. Və dərhal da evə gedirlər. Bəli, ev şəraitində, xəstəxana şəraitində qalmırlar, lazer əməliyyatından sonra evə gedirlər. Evdə müəyyən damcılar yazılır, onları qayda ilə istifadə edirlər və müəyyən araqlarla kontrola gəlirlər. Bəs necə olur ki, insanlarda bu eynək ehtiyacı yaranır? Mənə bu maraqlıdır. Yəni, gözü bir optik sistem olaraq fikirləşsək, Evlər yaraşır qılqalır. Aha. çöldən gələn şüalar gözün qırıcı sistemi, yəni buynuz qışadı gözün içindəki linzadır. Üst qatı. Bəli, üst qatından, bir də ortadakı billur linzamızdan qırıcılıq vasitəsilə görmə mərkəzimizə yönləndirilir. Bu zaman normal görüntünü əldə edirik. Əgər bu yönləndirmə baş tutmursa, yəni bir qırıcılıq fərqi varsa, istər buynuz qışanı, istər gözün böyüklüyündə, oxunun uzunluğunda kiçik və böyükdürsə və ya ox əyriliyi varsa, astigmatizm dediyimiz şey, bu zaman o görüntülər görmə mərkəzimizdə toplanmır. Və refraktiv qüsurlar, yəni gözün qırıcılıq qüsurları, eynək ehtiyacı yaranır. Yəni belə loru dildə desək, bizim gözümüzün üst qatı hamar olmalıdır, nahamar olur. Eləmi? Yox, hamar ox əyriliyi olur. Ox əyri olur. Nahamar olmayanlar da var. Yəni bu buynuz qışanın ektaziyaları var ki, həqiqətən o çıxıntılı şəkildə olur gözlər. Amma bu tamamilə gözün quruluşunu, gözün almanın böyüklüyü və buynuz qışanın ox əyriliyi də əlaqədardır. Bu yəni xəstəlik deyil, bu sadəcə bir qüsurdur, qırma qüsurdur, təbii ki. Amma müəyyən dərəcələrdən sonra xəstəlik, yəni göz çox böyükdürsə artıq göz zibində də dəyişikliklər gedə bilir. Göz çox kiçikdirsə, bu zaman qlaukomaya təzyiq, göz təzyiqi yaranma ehtimalı artır. Bəzi xəstələrdə tək qırma qüsuru, astigmatizm və miyopiya daha yüksək olanlarda və ya tez-tez progresiya olanlarda buynuz qışanın ektaziyalarından şübhələnmək lazımdır. Yəni, bir sözdə, yəni düzdür. Normalar daxilində olanda təbii ki, əsasən də valideynlər uşaqlar üzərində əsirlər ki, bunun gözü necə olacaq, necə davam edəcək, bəs bu xəstəlikdir, yox. Onlar qırma qüsurudur və açıq ilə eynəkdən korreksiya olunur. Aydındır. Yəni, bu qırma qüsuru dediyimizin neçə növü var? Onlar dediniz. Miyopiya var, yəni göz almasının normadan daha böyük olması. Hipermetropiya var, göz almasının normadan daha kiçik olması. Yəni, miyopiyada minus eynək ehtiyacı olur. Hipermetropiyada müsbət eynək ehtiyacı olur. Astigmatizmdə ox əyrilidir. Yəni, bu bəzən eşitmişsiniz, uzaqdan görmə, yaxından görmə kimi də adlandırılır bunlar. Amma astigmatizmdə şikayətlər həm yaxında, həm uzaqda olur. Aydındır. Bunlardan biz xoşduruq, hansı yaxşıdır, hansı daha pisdir? Yox, xəstəliyin yaxşısı pisi olmaz. Amma yüngül dərəcəli formaları daha xəstələr üçün daha rahatdır. Olur mu ki, ikisi də eyni anda olsun, həm miyopiya olsun, həm astigmatizm? Miyopiya olsun, astigmatizm olsun, hətta qarışıq astigmatizm də var. Yəni, sferik silindrik deyirik, astigmatizm silindrik dəyərdir. Biri minus, biri müsbət, biri mənfi ola bilir. Hətta qarışıq astigmatizm də var. Aydındır. Bəs müasir oftalmologiya bu problemlərin müalicəsində bizə nə deyir? Yəni, problemlərin müalicəsində ilk növbədə eynək ehtiyacı olma, yəni qırma qüsuru dediyimiz şey varsa, xəstənin 3 şansı var. Yəni, ya eynəkdən istifadə eləməlidir, ya kontakt linza taxmalıdır, ya da cərrahi yöntəm. Cərrahi yöntəmdə əsas gündəmdə tutulan ki, hansı ki, daha rahat müdaxilə elə bildiyimiz, buynuz qışanın qırıcılığını dəyişdirə bildiyimiz, bu nömrəni sıfırladığımız refraktiv cərrahidir. Yəni, əsasən xalq bilmirəm, lazerlə cızdırmaq deyirlər, ekzimer lazer. Yontmaq, şlifovka deyirlər. Daha çox, mən elə eşidirəm. Əsas budur. Amma bəzi iləri mərhələlərdə gözün uyğunluğuna baxıb və göz içi cərrahilər də oluna bilir. Yəni, linzalar gözün içinə qoyula bilir. Bəzən katarakta olmayan insanların billuru alınır. Yəni, bu da refraktiv. Amma bunlar çox
müraciət, çox nadir hallarda müraciət etdiyimiz yöntəmlərdir. Aydındır. Və burada bəzən olur ki, əziz tamaşaçılar, bizim söhbətimizə qoşula bilərsiniz. 012 404 31 15-də əlaqə nömrəmiz və ya Həkim İşi Instagram səhifəsinə suallarınızı SMS-lə yazın, göndərin. Qonağımız Avrasiya Hospitalın həkimi, Qazi Universitetindən uzmanlıq təhsili almış, uzman doktor Şahin Novruzludur. Doktor, bəzən olur ki, valideyn deyək ki, müəllim deyir ki, sənin uşağın pis görür. Aparır bunu bir göz həkiminə və eynək ehtiyacı olduğunu görürlər. Bəli. Və daha sonra deyir ki, uşağım eynək taxdı, daha da pis gördü. Elə hər il aparıram, nömrələri biraz daha artır. Yəni, belə bir eşidirik, yəni belə bir söhbətlər olur. Bu, o artışı necəsə dayandırmaq olarmı? Bu normal bir haldırmı? Yəni, valideynləri həqiqətən də dediyiniz kimi ən çox maraqlandıran şey budur bu dəqiqə. Yəni, bu uşaq birincisi nəyi soruşurlar? Eynək taxdıqdan sonra gözü sağalacaqmı? Xeyr. Yəni, bu qurma qüsuru, refraktiv qüsuru yerinə qoymaq lazım. Yəni, korreksiya eləmək lazımdır. Sadəcə daha yaxşı görsün deyə taxır eynəyi. Daha yaxşı. Çünki eynəyi çıxartdıqdan sonra, çünki gözün quruluşuna heç bir müdaxilə eləmir o anda eynək taxdığımız zaman. Eynəyi çıxartdıqdan sonra yenə görməsi pisləşir. Bunu necə izah edirlər xəstələr? Yəni, əvvəllər eynəksiz daha yaxşı görürdü, indi eynəksiz daha pis görür. Daha pis görür. Niyə böyle baş verir? Nəyə oxşada bilərik? Yəni, belə bir şeydir. Beyin artıq eynəklə olan yaxşı görüntüyə alışır. Xəstə eynəksiz qaldığı zaman artıq daha pis gördüyünü... Yaxşı olanı tələb edir. Tələb edir və əvvəlkindən daha pis gördüyünü zənn edir. Yəni, bunun səbəbi budur. İkincisi, nömrə dəyişiklikləri. Yəni, əsasən uşaqlarda bu progresiya artış daha çox olur. Əsasən də miyopiyadır. Yəni, göz alması daha böyük olan uşaqlar. Çünki onlarda göz alması böyüdükcə, böyümə davam etdikcə miyopiyada artır. Neçə yaşa kimi artır bu nömrələr? Yəni, bu artış standartı yoxdur. Amma gözlədiyimiz sərhəd 22-24 yaşdır ki, bu proses dayansın. Və ikinci bir tərəfdən də bu artışı ən çox nəyə soruşurlar? Bu artışı necə dayandıra bilərik? Yəni, bugünkü texnologiyanın bizə verdiyi həqiqətən də bu artışı dayandıracaq bir yöntəm yoxdur. Çünki bu bir xəstəlik kimi deyil. Yəni, sizlə ilk başda da böyükdür. Yəni, uşağın boyu necə uzanırsa, göz alması da elə böyür. Düz əvvəllər, hətta bəzən, indi də bəzi mərkəzlərdə, bəzi ölkələrdə daha çox istifadə olunan skleroplastika metodu var. Bu göz almasının böyüməsini önləmək üçün. Amma artıq bu tərk edilmiş bir metoddur. Bəs bu müəyyən müalicəvi idman kimi var. Hər gün gedirsən, aparatda oturursan, uzağı vaxt göstərirsən, sonra yaxına baxsan. O aparatlar daha çox gözü tənbəl qalmış uşaqlar üçün. Aha, aydındır. Yəni, miyopiyada istifadə olunmur. Bəs bu eynək istifadə edən hər kəs, yəni siz dediniz ki, lazer əməliyyatı oluna bilər. Bugün müasir oftalmologiya bunu təklif edir. Hər kəs bu əməliyyatı oluna bilərmi, yoxsa əks göstərişlər var mı? Var, təbii ki var. Yəni, müəyyən sərhədlərimiz var. Müəyyən göstəriş kriteriyalarımız var. İlk növbədə 18 yaş sərhədimiz var. Yəni, uşaqlara eləmək olmaz. Çünki hələ gözlərinin inkişafı böyüməyə davam edir. Aydındır. 18 yaşı gözləmək lazımdır. Bəli. İkincisi, refraksiyası dəyişməməlidir. Yəni, eynək nömrəsi dəyişməməlidir. Yəni, müəyyən sərhəd daxilində 0,25-0,50 bir il daxilində qəbul edilə bilir. Amma bundan yüksək olduğu zaman eləmək olmaz. Çünki mənasız olur. Yəni, əməliyyat edirik, nömrə dəyişməyə davam edirsə, yenə eynək ehtiyacı yaranır. Aha, yəni nömrə sürətlə dəyişirsə, biraz müşahidə eləmək lazım. Bəli, müşahidə dayansın, sonra lazer olsun. Sonra yetərli deyirik ki, refraktiv cərrahidə bu şəffaf hissəsi, buynuz qişəyə daha çox müdaxilə edirik biz. Buranın yetərli qalınlığı olmalıdır. Yəni, gözə uyğun, nömrəyə uyğun bura müdaxilə edə bilirik. O yoxlanmalıdır. Və gözün ümumi, göz dibi, göz təzyiqi, gözün quruluğu önəmlidir. Bir check-up göz müayinəsi mütləqdir. Ümumi göz müayinəsindən keçəndən sonra qərar verilir ki, bu göz lazer üçün uyğundur. Yəni, mexaniki cəhətdən lazer həqiqətən çox rahat bir əməliyyatdır. Xəstə üçün də, həkim üçün də. Yəni, 40 saniyə, 30 saniyə çəkir. Ən çox məmnun qaldığımız əməliyyat. Bəli, amma buna düzgün qərar vermədikdə xəstənin həyatı alt üst olur. Yüz ölçüb bir biçmək lazımdır. Görək Mənzər xanımın sualı nə olacaq? Mənzər xanım, hər vaxtınız xeyir olsun. Hər vaxtınız xeyir. Siz bizim daimi tamaşaçımızsınız, səhv etmirəmsə. Bəli, bəli. Buyurun, sualınızı eşidək. Sualım doktoraydı, gözümlə bağlı. Məndə bir gözümdə 3%-dir görməsi. Aha. Bu birisi gözümdə də 100%-dir. Məsələn, doktora da getmişəm, doktor eynək yazmayıbdı mənə. Mən özümdə Avrasiya klinikasında olmuşam, yəni göz oftalmoloq yanında olmuşam. Yəni 2015-ci ildə olmuşam. İndi 2016-cı ildə hansısa bir yeni aparat gəlibmi Avrasiya klinikasına? Bir gözümün əməliyyatla mı istər, nəsə bir şeyini açmaq olarmı gözümdə? Aydındır mı sual doktor sizə? Yox, bir şey də soruşub. Yəni gözün 3% görmə eynəklə artırmı, yoxsa eynəklə 3% görmə? Yox, eynəksizəm mən. Bir gözüm 100%-dir, bir gözümdə 3%-dir. 3% olan gözdə eynəklə artış olur görmədə, yoxsa yox? Eynək taxanda o göz daha yaxşı görürmü? Yəni tənbəl gözlü gözünüz, belə başa düşdüm, düzdür? Tənbəl göz deyiblərmi sizə?
Bəli, bəli, bəli. Depressiya. Aydındır sualınız. Təşəkkür edirik zənginiz üçün. Yəni bu tənbəl gözlərdə biraz yəni yaklaşım fərqli olur. Necə? Əsasən ona görə deyirik ki, bir başda bunu vurğulayım ailələrə də mesaj olaraq. Yəni uşaqlar göz müayinəsindən erkən yaşlarda keçməlidirlər. Yəni ən gec 1 yaşında belə deyim. Ən gec 1 yaşında uşaqlarınızı göz həkiminə Göz aparın. həkimi. Çünki gözün inkişafı davam edir. Yəni bir gözdən bax xanımın dediyi hallar daha çox rast gəlir. Hansı ki uşaq vaxtı müayinə olmayıblar. Bir gözün inkişafını davam elətdirir, o bir gözün eynəkə ehtiyacı var, verilməyib xəstəyə və o göz tənbəl qalır. Tənbəl gözündə müalicəsi nə qədər erkən başlasaq, bir o qədər effektiv olur və 10 yaşına qədər ən effektiv metoddur. Yəni axır vaxtlar böyüklərdə də nəsə bir şeylər eləyə bilərək, yəni bu araşdırmalar aparılır, amma uşaq vaxtı daha çox önəmlidir. Yəni 10 yaşına qədər bu tənbəllik diaqnozu qoyulmalıdır. Əgər bu diaqnoz qoyulmayıb, müalicə olunmadısa, yəni tənbəlliyə ekstradan eləyəcəyimiz bir şey qalmır. Yəni bu gözə xanımın şikayətləri... Bir yenilik yoxdur təəssüf ki, Mənzər xanım, amma inşallah ki, olar. Və sualımız var bizə. Salam Tutu xanım, təşəkkür edirəm. Həkimə sualım var. Yoldaşımın kiprik dibləri qasnaqlayır, pis görsənir. Bu nədən ola bilər? Bir də göz həkiminə göstərək, yoxsa dəri həkiminə? Yox, yəni kirpik dibi bizim sahəmiz necə deyərlər. Bu daha çox kirpik dibi iltihabı, blefarit dediyimiz xəstəliyə daha uyumludur. Yəni göz həkimi müayinə edə bilər. Aydındır. Və biz lazer əməliyyatları haqqında deyəcəklərimiz bitdimi, yoxsa varmı? Bu əməliyyatdan neçə gün sonra nə qədər çəkir? Bu haqda məlumat verək istəyirsiniz? Yəni lazerin müddəti xəstənin nömrəsinə görə 30-40-50 saniyə arası dəyişir. Yəni xəstələr uyğun gözlüsə təbii ki, uyğun lazik dediyimiz daha ağrısız metodla xəstə heç bir ağrı hiss etmədən evinə yola salırıq. Yəni 30-50 saniyə eynəklərə son deyil. Amma əsas odur ki, yəni vurğulamaq istədiyim düzgün qərar verilməsi. Düzgün qərar verib, yüz ölçüb bil biçmək lazımdır. Doktor, bu il 14 noyabr Dünya Diabet günüdür. Bu il mövzu diabet və göz idi. Və biz diabetli xəstələrin şikayətləri sırasında, məsələn, durmadan həkimə gedin dediyimiz an, məhz görmədə də bulanıqlığın olmasıdır ki, bu şikayətlər varsa, digər şikayətlərin yanaşı mütləq göz həkiminə gedin və birinci problem yaradan orqanlardan biri də gözdür. Şəkər xəstəliyi ümumiyyətlə gözə necə təsir edir? Yəni, qabaca deyim, düzdür, bu damar səviyyəsində, o qidalanması səviyyəsində, damar tıxanıqlıq, sızıntı və yəni, qabaca belə bir şey deyim, yəni şəkər xəstəlik gözü vaxtından əvvəl qocaldır. Çünki şəkər xəstələrində gözlərdə erkən yaşlarda yaxın eynəyin ehtiyacı da yarana bilir. Erkən yaşlarda katarakt əmələ gəlir. Gözün arxasında göz dibi dediyimiz, burada şəkildə də gördüyünüz kimi qansızmalar. Bəli, bu göz dibimizdir. Yəni, dünyada önlənə bilir korluğun ən öndə gələn səbəblərindən biri şəkərli diabetdir. Yəni, normalda göz dibimiz belə olmalıdır. Bu normal göz dibi. Bəli, normal. Qan damarlarımızdır, görmə siniridir. Əgər şəkərli diabet xəstələrində, getdikcə ağır formalarını da göstərsin, bu anjiyosudur. Şəkərli diabet xəstəsində gözün arxasında qansızmalar başlayır, kapillər keçirgənliyi artır, damar tıxanıqları olur. Gördüyünüz kimi bu eksudat dediyimiz, bu kiçik-kiçik ləkələr şəklində gördüyünüz bu qanamalar olur. Bu da anjiyosudur gözün. Görürsünüz, burada qanama görmürəm. Gözün də anjiyosu olur. Anjiyosu var, bəli. Gözün də anjiyosu var, əziz tamaşaçılar. Bəli, xəstəliyin şiddətini anlamaq üçün bəzi xəstələrdə mütləq anjiyo çəkilməlidir. Çünki gördüyünüz kimi buralarda sızıntı görmür, heç bir qanama yoxdur, amma anjiyoda sızıntıları görsün. Yəni bu xəstəyə mütləq lazer olunmalıdır. Əgər lazer olunmazsa, gördüyünüz kimi qanamalı mərhələyə keçir və gözün içi qandan dolur. Hətta tam da ola bilir. Yəni görməni tam qapada bilir. Və ondan sonra artıq cərrahi müdaxiləyə ehtiyac yaranır. Bu da lazer olmuş bir xəstənin gözüdür. Yəni bu lazer necə müalicə edir o göz dibini? Lazer, demək, damar tıxanıqlıqlarının mexanizmi necə olur? Yəni, qidalanma pozğunluqlarının işemiyə əmələ gəlir və neovaskulyarizacasiya, yəni yeni damarlar əmələ gəlir. Bu yeni damarlar istəmədiyimiz damarlardır. Həm görmə mərkəzimizdə sızıntı verə bilir, bunlar ödem də elə, şiş də elə, bəlkə eşitmişsiniz. Mövcud damarlar tutulur, yeniləri yaranır. Yeniləri yaranır və bunlar istəmədiyimiz damarlardır. Çünki hər an gözün içində bu şəkildə açıla bilirlər. Və lazerlə nə edirik? O qidalanması pozulan yerləri yandırırıq ki, gözün yeni damar ehtiyacı, yeni damar əmələ gətirmə ehtiyacı, yəni VEGF səviyyələrini düşürürük. Bu zaman göz sakitləşir. Gözə iynələr də olunur bəzən. Şəkər xəstələrində daha çox eşitmişsək, gözün arxasında ödem var deyirlər, şiş deyirlər, maye toplanması, xalq arasında belə deyirlər. Yəni, bu iynələr də əfsuslar olsun ki, bu qan retina bariyerinin, yəni torlu qişə bariyerinin ən zəif olduğu hissə görmə mərkəzimizdir, makula dediyimiz. Və o görmə mərkəzində o bariyer zəif olduğu üçün bu ödem orada əmələ gəlir və xəstələrin görməsini azaldır. Yəni, ona görə də xəstələrə
nə qədər erkən diaqnoz qoyularsa, nəticələr bir o qədər yaxşı olur. Erkən diaqnoz üçün xəstənin hər hansı bir şikayəti olmalıdırmı göz həkiminə getsin, yoxsa rutin olaraq bir şəkərli diabet xəstəsi, deyək ki, ayda birmi, 3 ayda birmi, necə müraciət etməlidir oftalmoloqa? Bir xəstəyə şəkərli diabet diaqnozu qoyulduğu anda göz həkimi müayinəsindən keçməlidir. Aha. Və göz həkiminin müayinəsindən keçdikdən sonra gözün vəziyyətinə görə həkim onu yönləndirməlidir aralıqları. Çünki əgər gözdə patologiyalar başlayıbdırsa və müdaxiləli səviyyədədirsə, artıq müalicəni başlamalıdır. Müalicənin aralıqları da lazer iynə və fərqli olur. Bu aralıqlarına davam etdirməlidir. Əgər gözündə problem yoxdursa, hətta bəzi xəstələr orada şəkər regulasiyası da yaxşıdır. Qan şəkəri normada apara bilir, düzgün müalicə alır, tənzimlənir. Onlara hətta gözündə bir problem yoxdursa, ildə bir gəlmələri belə kifayət edir. Kifayət edir. Bəli. Aydındır. Və dərhal hansı şikayətlər oluna həkimə getmək lazımdır sualını verəcəm, amma Nərgiz xanım telefon xəttində də zəngi qəbul edək. Nərgiz xanım, hər vaxtınız xeyir olsun. Hər vaxtın xeyir. Buyurun, Salam. sualınızı eşidək həkimə. Mənim qızımın 17 yaşı var. 3 yaşından eynək taxır. Mən bilmək istəyirəm ki, çəpli idi gözündə. Mən Çəplikdir. bilmək istəyirəm, mən uşağımın gözündəki çəpli düzələcək, yoxsa yox xanım? Eynək ilə düzələcəkmi? Bu sualı verirsiniz. Bəli, 17 yaşıdır, 3 yaşından taxır. 3 yaşından bu tərəfə bir dəyişiklik gördünüzmü? Az miqdarda dəyişiklik var. Yerindən duranda çox hiss olunur. Eynək gözündən demək olar ki, çıxmır. Ancaq ki, daima gözündədir. Pastoyanlı da mən 5 yaşına qədər də mən o nervoloji müalicə elətdirmişəm. Eklamisi ilə doğulan uşaqdır. Aydındır mı sual? Eynək ehtiyacı müsbətdir, mənfidir? Yəni miyopiya var yoxsa 100% hipermetropiya? görmə, iki gözündə də 100% Mənfi eynək taxır, yoxsa müsbət eynək taxır? Müsbət eynək Müsbət taxır. eynək. Yaxşılığa doğru yana. Aydındır, aydındır. Təşəkkür edirik Nərgiz xanım. Və sualını cavablandıraq. Yəni bu çəpliyin həqiqətən eynəklə düzələn növləri var. Yəni bu akomodasiya dediyimiz əsasən də bu içəri çəpliyidir xanımda böyük ehtimalla. Bu müsbət eynək ehtiyacı da düzələ bilir. Yəni bunun da iki növ olur. Tam düzəldən, yəni xəstəyə eynəyi taxırıq, çəplik tamamilə düzəlir. Və qismi düzəldən, yəni qismi refraktiv akomodasiya dediyimiz bu zaman eynək bir qismini düzəldir, amma çəplik hələ də davam edir. Yəni bu xəstələrdə məsəl üçün eynəklə düzəldən hissənin dışında qalan, yəni çəpliyin miqdarına görə bir cərrahi planlanmalıdır. Yəni xanımın biraz buradan belə cavab vermək düzgün olmaz. Yəni kompleks müalicə verilməli, çünki bu xəstələrdə bəzən bifokal eynəklər də verir. Hansı ki, yaşlılara o yaxın uzaq eyni olan düzü 17 yaşındadır, amma uşaq xəstələr üçün dediyim keçərlidir. Yəni eynəyi düzgün seçilərsə bəlkə də o çəplik tam aradan qalxar. Aha, yəni burada yenə də eynəni dəyişmək ehtimalı olmuş ola ola bilər. Müraciət edin Nərgiz xanım Avrasiya Hospitalına və qeyd edim ki, qonağımız Avrasiya Hospitalının uzman operator doktoru Şahin Novruzoğlu cərrah oftalmoloqdur və təhsilini Türkiyədə Qazi Universitetindən uzmanlıq təhsili olaraq alıb və hal-hazırda fəaliyyətini Avrasiya Hospitalda davam etdirir. Bütün göz xəstəlikləri ilə müraciət edə bilərsiniz. Və dərhal hansı şikayət olarsa bir şəkərli diabetli xəstə dərhal vaxt itirmədən göz həkiminə getməlidir. Yəni şəkərli diabet xəstələrində ilk növbədə, yəni göz dibində dəyişikliklər başlamadan belə kontrast hissiyatında azalma olur. Yəni rənglərin canlılığı necə deyirlər. Yəni erkən yaşda bayaq dedim ki, gözü erkən qocaldığı üçün yaxın görmələri azalır. Nömrə dəyişiklikləri ola bilər. Bir yaxşı görüb, bir pis görmür. Yəni şəkər regulasiyası pozulduğu anda gedib həkimə göz dibinə baxılmır və ya baxılır, heç bir şey görünmür. Xəstəyə eynək yazılır. Bir müddət sonra eynək ehtiyacı aradan qalxır. Yəni yalançı nömrə dəyişiklikləri də əmələ gətirə bilir. Yəni praktikamızda var bu. Sonra əsas şikayət nə olur? Əfsuslar olsun ki, bu müayinələrə getməyən xəstələr üçün keçərlidir bu. Xəstələrin görmələri azalır gəlirlər. Yəni artıq dediyim kimi o görmə mərkəzində problemlər başlayıb və ya gözün içinə qansızmalar başlayıb. Yəni fikirləşin ki, bu qopma dediyimiz torluq şanlı qopmasına belə qədər gətirib çıxada bilər. Yəni kataraktı artıra bilir dediyimiz kimi, o da yenə görməni azaldır. Və şəkərli diabet xəstələrində gözün arxasına ön tərəfində də dəyişdirir. O xanımın bayaq Instagramdan yazmış ki, kirpik diblərində problem olur. Məsələn, şəkər xəstələrində kirpik dib iltihabı daha çox rast gəlinir. Yəni göz quruluğu daha çox rast gəlinir. Yəni bu okulyar yüzey xəstəlikləri dediyimiz xəstəliklər də rast gəlinir. Aydındır. Bir tamaşaçımız yazıb, bizə biraz şəkərdən uzaqlaşacağıq. Keratokonus problemi var. Cross-linking əməliyyatı keçirmişəm. Bir-iki keratokonus xəstəsiyəm. Bu xəstəlik onun astigmatizmdən əməliyyat ola bilərmi? Yəni keratokonus bayaq dedim, ektaziyalar. Yəni bu xəstələr biraz diqqətli
yanaşma tələb edən qrup. Çünki bunlarda buynuz qışı öz-özünə incəlir. Və crossing əməliyyatında ona görə olub ki, bu incəlmə dayansın. Siz az öncə dediniz ki, buynuz qışının qalınlığı önəmlidir bu əməliyyatda. Bu xəstələr ektaziya qrupudur. Yəni, bu incəlmiş buynuz qışanı biz lazerlə müdaxilə edəndə biraz da incəldirik. Ona görə çox zaman, yəni o mərhələsindən asılı, düz indi yöntəmlər var. Lazer eləyib üstünə crossing dediyi əməliyyat olunur bəzilərində. Amma iləri mərhələlərdəkini lazer əməliyyatı demək olar ki, məsləhət görmürük. Aydındır. İnşallah ki, aydın oldu sizə həkimin cavabı da. Və şəkərli diabet xəstələrində, təbii ki, endokrinoloqsuz keçilmir. Burada endokrinoloqun rolunu da istəyərdim vurğularsınız. Endokrinoloqun rolu həqiqətən şəkər sistemik regulyasiyası yaxşı gedən xəstələrdə müalicə nəticəmiz də çox yaxşı olur. İstər, məsəl üçün, iynə sayımız azalır, göz daxilinə vurduğumuz, ayda bir vururuq, bu iynə bəzən 2 iynə ilə yekunlaşdırıq. Etdiyimiz lazerdən sonra, yəni bəzən gözdə dəyişikliklər var, çox minimal dərəcədə, o non-proliferativ mərhələdədir. Bu xəstələrdə hətta şəkərləri qaydasında getdikdə belə gördüyünüz o kiçik qansızmalar, o sızıntılar geriləyə bilir. Yəni ona görə endokrinoloqun rolu ilə birlikdə xəstənin özünün dietasına riayət eləməsidir vacibdir. Yəni vaxtında kontrollara gedib şəkərini tənzimləmək üçün. Ona dietoloqun rolu gərək deyərdim. Elə deyəndə də deyirlər, özünə xəstə yıxır. Təbii ki, endokrinoloqunuz da sizə bir qidalanma planı tərtib edə bilər. Biraz hövsələli olsa uzun-uzun bunu izah da edə bilər. Olmadı, dietoloqa da gedə bilərsiniz. Aydındır. Və katarakta, el arasında mirvari suyu adlanan bir xəstəlikdir. Tamaşaçılar bizə zəng edə bilərsiniz 012 404 31 15 nömrəsinə və ya Həkim İşi Instagram səhifəsinə suallarınızı yaza bilərsiniz. Nədir bu mirvari suyu? Gözə mirvari düşür, yoxsa nə olur orada? Yəni, gözümüzün içərisində billur var. Gördüyünüz bu hissədə yerləşir. Bəli, billurdur. Gördüyünüz kimi bu şəffaf. Nədir bu billur? Billur gözümüzün bir parçasıdır, orqanıdır. Allahın gözümüzə qoyduğu linzadır. Elə bir şey. Bu billur linza şəffaf olur. Bulanıqlığı artdığı zaman artıq katarakt deyirik, mirvari suyu deyirik. Bu şəffaflığı itirdiyi zaman şüalar buradan gəlir, gözün dibinə düşür. Yəni, bu şüalar katarakta, mirvari suyunda elə bir ilişib qalır, arxaya keçə bilmir. Bunu şəkildə də görə bilərsiniz. Görürsünüz, bu gözün... Burada şəffafdır. Şəffafdır. Yəni, billur o gözün içindəki linza deyim, bəbəyimizin arxası. Görürsünüz, burada ağarıb və şüaları... Mirvari rəngində olur. Ona görə mirvari suyudur adı. Bu da Azərbaycan dilinin zənginliyini bir daha göstərir. Yəni, daha çox gecikdirilmiş xəstə idi. Bu ağ rəngdə olduğu üçün buna mirvari suyu deyirlər. Yəni, bu da əməliyyatla götürülür, oradakı bulanmış material. Bunu lazerlə əməliyyat etmək olurmu? Yəni, bunu lazerlə necə? Yəni, vakuumemulsifikasiya dediyimiz metod var ki... Biz lazer sözünü çox sevirik, doktor. Bəli, o metod əslində xalq arasında lazer metodu kimi yayılıbdır. Çünki tikişsiz bir əməliyyatdır. Gözə girilir, o bulanmış material oradan parçalarına götürülür. Gözün içində kiçik kəsidən yumşaq linzalar, necə deyərlər, doğuzdurulur. Çünki əvvəllər kəsiklə olunurdu, bu problemlər çox yananırdı. Amma indi mövcud şəraitdə, yəni imkanlar, texnika ona şərait yaradır ki, xəstələr xalq arasında lazer dediyimiz bu vakuumemulsifikasiya metodu ilə rahatlıqla əməliyyatlarını olub evə yola göndərə bilir. Bəs bir insan necə bilsin, onda mirvari suyu var, yoxsa yoxdur? Yəni, mirvari suyun şikayətləri necədir? Yəni, ilk növbədə görməsini azaldacaq. Xəstədə yalançı nömrələr əmələ gətirə bilər. Xəstə bir yaşlı, yəni bu yaşlıların xəstəliyi daha çox. Düz anadan gəlmə belə görüldüyü halda. Xəstələrdə yalançı dediyim kimi eynək nömrələr əmələ gətirə bilər. Bir anda xəstə yaxını yaxşı görməyə başlaya bilər, yaşlı xəstə. İşıq saçılmalarına şikayət edə bilər. Çünki bəzi növlərində həqiqətən işığa daha çox həssas olur. İki görmələri ola bilər. Çünki fərqli, yəni tam orada gördüyünüz tam ilərləmiş mərhələdir. Fərqli yerləri tutulanda o linzanın, billurun xəstələrdə iki görmə əmələ gələ bilər. Və bu şikayətlərin nəticəsində həkimə müraciət eləməli məsləhət. Aydındır. Və bizə tamaşaçılar yazıb, mən nə qarda, nə günəşdə havaya çıxa bilmirəm, gözüm sulanır, nədən ola bilər? Zəhmət olmasa cavablandırın. Yəni, həqiqətən belə bir şey deyim, işığa həssas insanlar var. Amma bu işığa həssaslığı artıran xəstəliklər də var. Yəni, bu xəstəliklərin başında allergiya və ya göz yaşı problemlərimizdir. Çünki gözün qırıcılıq sistemindən danışdıq. Və bu buynuz qışamızın üstünü daimi, göz qapağımız niyə qırpılır? Daim onu isladır. Onu hiss eləmirik biz. Və bu islatma, yəni bir göz yaşı təbəqəsi ilə örtür. Çünki görürsünüz damarsız bir orqandır. Yəni bu qurusa artıq xəstəliklərə səbəb ola bilər. Və bu göz yaşı problemləri olduğu zaman
Yəni göz yaşında bir qırıcılığı olduğunu fikirləşsək, o insanlarda daha çox dediyiniz kimi işıqdan saçılma, günəşə baxmaq və ya maşın sürəndə qarşıdan gələn avtomobillərin işığını narahat eləyir. Eynək ehtiyacı, astigmatizm də ola bilər o xəstədə ki, bu şikayətlər onu narahat eləsin. Yəni müayinədən keçməyə məsləhətdir. Aydındır. Daha sonra yəni müalicəsi var əslində. Təbii ki. Var. Müraciət edin Fərdə xanım. Və yazıblar bizə, salam, zəhmət olmasa həkimdən öyrənərdiniz. Hamilələrdə gözlərdə zəiflik neçə faiz olduğunda normal doğuşa girə bilməz? Varmı belə bir şey yəni? Yəni bu da daha çox sual verilən bir şey, yəni soruşulan bir şeydir. Doğru bildiyimiz yanlışlar siyahısındadır məncə. Aha, böyle elə bir şey. Nəyə görə? Çünki hamiləlik vaxtı normal doğuş zamanı həqiqətən gözündə heç bir problem olmayan insanın belə müəyyən qan təzyiqi dəyişiklikləri olur. Çünki yəni sistemik fikirləşək də bunu, yəni gözündə problemlər yarana bilər. Yəni bunu daha çox kimlərə məsləhət görmüyor? Artıq gözündə, göz arxasında, göz divarında daha doğrusu problemlər olan, ya yırtıq riski daha yüksək olan insanlarda və ya göz təzyiqi dəyişiklikləri olur. Çünki bir valsava, yəni necə gücənmə hərəkəti, onlar problemlər yarada bilir. Damar tıxanıqlarına, qan dövranı pozuntuları artır xəstələrdə, hamilələrdə təzyiq problemləri artır. Yəni bunları nəzərə alıb qərar vermək olar. Amma bu o demək deyil ki, doğuşmu, keysəriyyəmi bunu seçmək üçün göz həkiminin qərarı vacibdir. Vacib deyil. Sadəcə riskli gözlər var. Bəli, xəstə gözlər ki, onları nəzarətdə saxlamaq vacibdir. Bizim bir dəqiqəmiz qalıb. Mən istədim bu katarakta mövzusunu yekunlaşdıraq ki, bu əməliyyat zamanı gözün içinə linza qoymaq şərtdirmi? Bəli. Yəni hərdən deyirlər ki, mənim gözümə bahalı linza qoyub, Amerikanlıdır, sənə yəqin Kitay linzası üçün Yəni, çox Çin nadir istehsalı qoyulub. Bunun fərqi varmı? Yəni çox nadir hallarda linza qoymuruq. Çox miopiyası, yəni çox böyük göz alması olan gözlərdir. Amma qalan hallarda, yəni demək olar ki, insanların hamısında linza qoyulmalıdır. Linzanın növləri var. Yəni xəstələr də bunu bilirlər, artıq araşdırmış şeydə gəlirlər. Yəni bu linzanı seçərkən təbii ki, diqqətli olmaq lazımdır. Çünki linzanın növünə görə o qırıcılıq, aberasiya dediyimiz astigmatizmi, yaxını və uzağı bir yerdə görməni təmin edən linzalar da var. Yəni təbii ki, bunu göz önünə alaraq seçimlərini etməlidir. Yəni, məncə də nədə belə deyərlər, ekonomiya etmək istəyirsinizsə edin, amma linzada etməyin. Əziz tamaşaçılar, bir daha nəzərinizə çatdırım ki, bizim qonağımız Avrasiya Hospitalının uzman operator doktoru Şahin Novruzludur. Şahin doktor Türkiyədə Qazi Universitetində uzmanlıq təhsili alıb və hal-hazırda göz xəstəlikləri uzmanı olaraq bütün növ göz əməliyyatlarını məhz Avrasiya Hospitalda həyata keçirir. Əlaqə nömrələrini ekranda görürsünüz. Facebookunuz, Instagramınız var? Var. Var. Suallara özünüz cavab verirsiniz. Yəni, Təzə sual tapmışlar. Bütün həkimlərdən soruşacağım. Yəni çalışıram ki, özüm cavab verim. Aydındır. Biz yavaş-yavaş yekunlaşdırırıq. Sizin son çağırışınız varsa onu da eşidək tamaşaçılarımıza. Yəni dediyimiz xəstəliklər, yəni təbii ki, müayinələr, şikayətlərlə gəlir insanlar. Yəni bir uşaqlara bir mesaj vermək istəyirəm. O tənbəllik həqiqətən bu dəqiqə gündəmdə olan bir şeydir və çox rast gəlir. Yəni uşaqları müayinəyə şikayətləri olmasa belə, gözləri sağlam görünsə belə mütləq göz müayinəsinə keçirir. Aydındır. Təşəkkür edirəm studiyamıza gəldiyiniz üçün və suallarımızı cavablandırdığınız üçün. Əziz tamaşaçılar, bugünlük bu qədər. Özünüzə yaxşı baxın, sağlamlığınızı sağlam ikən qoruyun. Gəlin bura biraz.